Salam hörmətli şagirdlər. Biz bu günlərim ədədi ortanın tapılmasına aid daha rahat bir qayda öyrənəcəyik. Ənənəvi qaydadan daha rahat, fərqli bir qayda. Bizə belə bir ədədlər verilibdir. Bizdən bunların ədədi ortasını istəyir. Biz ənənəvi qaydada necə edirdik? Toplayırdıq, sayına bölürdük. Düzdür? Toplayıb sayına bölürdük. Məsəl üçün 5 dənə ədəddir. Toplayıb sayına 5-ə bölüşüm. Amma burada necə edirik? Bax, mən burada bir şeyə fikir verdim. Görürəm ki, 5 ilə 9 arasındakı fərq nədir? 4-dür. 9 ilə 13 arasında fərq 4-dür. 13 ilə 17 arasında 4-dür. 17 ilə 21 arasındakı fərq 4-dür. Və fikir verirəm ki, bu ədədlər tək saydadır. Yəni, burada 5 dənə ədəd var. Burada mən toplayıb sayına bölüb eləmişim. Elə deyirəm ki, burada ədədi orta neçədir? 13-dür. Yəni, ortadakı ədədə bərabərdir. Bax, bu tipli ədədlərdə biz elə 1 saat cəmləyib bölməyinə, sayına bölməyə ehtiyac yoxdur. Məsəl üçün, deyirsən, ay müəllim, bəs cüt sayda olsa, onda nə tər olar? Tutaq ki, 4, 6, 8, 10 verir. Bizə deyir ki, bunların ədədi ortasını tap. Nə edəcəm? Ortadakı 2 dənəsincə 6 ilə 8-i toplayıb böləcəm 2. Neçə edir? 7. Deməli, onda bu ədədlərin ədədi ortası neçədir? 7.